Fantastik kitabxana. İnalın anası kitabxanada işləyirdi. O hər səhər oğlunun əlindən tutub, saysız hesabsız avtomobillərin şütüdüyü yolun qırağı ilə işə tələsirdi. Ana yol boyu maraqlı nağıllar danışar. Kitabxanaya çatanda isə şəkilli kitabları masanın üstünə qoyub deyərdi: "İnal, mənim danışdığım nağıllar bax bu kitablardadır. Əgər özün oxusan, daha da maraqlılarını taparsan." İnal hərfləri tanısa da oxumağa ərinirdi. Odur ki, can dərdi: "Yaxşı oxuyaram," deyə mızıldanar. Anası üzünü çevirər-çevirməz başını əllərinin üstünə qoyub mışıldayardı. Bir gün o təzəcə yuxuya keçmişdi ki, qulağına səs gəldi. Tak tak, tarrak tak. İnal diskinib başını qaldırdı. Səs bayaq anasının ona verdiyi kitabdan gəlirdi. Uşaq qorxa-qorxa əlini uzadıb kitabı açanda al-əlvan iri bir ağac dələm pırıltı ilə kitabdan çıxıb qanadlarını quyruğunun üstünə çarpazlayaraq qəhqəhə çəkdi. Tak tak, tənbəl oğlan, tak kakakak. İnal, "Mən tənbəl deyiləm," deyə əlini uzadıb quşu tutmaq istədi. Ağac dələn cəld kənara sıçrayıb onu cırnatdı. "Tənbəlsən, tənbəlsən, tənbəl olmasan kitabları oxuyarsan. Yəqin sən heç hərfləri də tanımırsan." "Nə? Mən hərfləri tanımıram. İndi gör necə oxuyacağam." İnal bunu deyib kitabın səhifəsini çevirdi. Həmin an çəhrayı çiçəkli budaqdakı qaranquşlar vərəqdən qopub uçaraq nəğmə oxumağa başladılar. Bahar gələndə çiçəklər açar, bütün tənbəllərin yuxusu qaçar. Tənbəllik etmə, sən də ay İnal, aç kitabları, oxu nələr var. Qaranquşların nəğməsi İnalı lap təbdən çıxardı. O qaçaraq kitab rəflərinin qarşısındakı kətilin üstünə çıxıb dedi: "İndi mən ən qalın kitabı götürüb oxuyaram, necə tənbəl olduğumu görərsiniz." O, barmaqlarının ucuna qalxıb əlini kitaba uzadanda kətilin ayağı sürüşdü. Az qala yıxılacaqdı ki, ikinci rəfdəki sarı cildli kitabın üstündəki boz fil xortumunu uzadıb onu tutdu və ehmalca qaldırıb ən yuxarıdakı rəfə qoydu. Yalnız bu vaxt İnal özünün də kitabdakı şəkillər boyda olduğunu görüb çox sevindi. Axı onun nə dostu, nə də böyük şəhərdə kiraya qaldıqları balaca otaqdan və anasının iş yerindən başqa gedə biləcəyi yeri yox idi. İndi isə onunla oynamağa kifayət qədər dostu olmuşdu. Böyük fil, zürafə, zarafatçıl ağac dələn, Axa adlı tısbağa, Karapuz adlı su ayğırı, Boşboğaz adlı saxsağan, Çəpgöz dovşan, Yastıdaban ayı və cürbəcür başqa heyvanlar bircə ancaq kitabların içindən çıxıb İnalı əhatəyə almışdılar. Özü də bütün dostları ancaq onun istədiyi oyunları oynayır, onu şənləndirməyə çalışırdılar. Hətta Buratino'nun babası ona cizgi film ağacına çıxmaq üçün kənarlarında narınc və portağal bitən nərdivan düzəltdi. Dəcəl meymunlar bu nərdivanı üstünə qara hərflərlə Mauqli yazılmış kitabın yanına gətirib dedilər: "İnal, gəl, Mauqlinin cəngəlliyinə gedirik." İnal meymunların arxasınca dırmaşıb kitabın başına çıxanda heyrətdən ağzı açıq qaldı. "Aman Allah, bura necə də gözəldir." Bir tərəfdə budağı qucaqlayıb yatmış Mauqli,
Ağacın gövdəsinə sarınıb onun keşiyini çəkən nəhəng Ka, ağacın dibində Şirxan və Balu, digər tərəfdə Ağca qız və 7 cırtdan, onlardan biraz aralıda çəkməli pişik, anasına qısılıb yatmış xallı Bembi, lap uzaqda gölün kənarında isə alma üstündə dalaşan əklək, məklək və ləklək var idi. Hələ Məlik Məmməd, Nərbala, bir sözlə bütün nağıl qəhrəmanları burada idi. Bütün nağıllar necə də gözəldir, kaş mənim də öz nağılım olaydı, İnal düşündü. Elə bu an, əlbəttə sənin də nağılın olacaq, əgər çox kitab oxusan, deyə bir səs eşidildi. İnal çevrilib baxanda, öz yumurtalarını başqa quşların yuvasında gizlədən çox bilmiş Ququ quşunu görüb təəccüblə soruşdu. Sən mənim nə düşündüyümü hardan bildi? Cizgi film ağacının budağında oturmuş qoca bayquş Ququ quşunun əvəzinə cavab verdi. Əgər sən çoxlu kitab oxusaydın, bilərdin ki, nağıllar dünyasında hamı bir-birini danışmadan da başa düşür. İnal dedi. Bayquş baba, söz verirəm bundan sonra hər gün kitab oxuyacağam. Amma sən də mənə kömək elə, düşündüyüm nağılı yazım. Bayquş əlindəki kitabı yerə qoyub, iri, yumru gözlərini qısaraq qığıldadı. Bu vaxt gözə görünməz rəssam fırçasını götürüb işə başladı. Vərəqlərin birində geniş, işıqlı yazı masası və kitab rəfləri, çoxlu oyuncaqları olan bir ev, evdən kitabxanaya gedən yolda uşaqlarla dolu bir avtobus, o birində məktəbli forması, çanta və məktəb ləvazimatları, digərində isə hər cür atraksiyonları və uşaqlara pulsuz dondurma, pambıq şəkəri verilən bir park çəkdi. Sonuncu vərəqi isə ağ saxladı. Bayquş dedi. Hə, İnal, bu sonuncu rəsmi özün çəkməlisən. Çünki hər şeyi başqaları etsə, sən yenə də tənbəl olacaqsan. İnal çəkinə-çəkinə dedi. Birdən bacarmazsan? Dostları yerbəyerdən qışqırdılar. Bacaracaqsan. Sən başla, davamı gələcək. Birinci addımı sən at, sonra biz də sənə kömək edəcəyik. İnal minnətdarlıqla dostlarına baxıb fırçanı götürdü və ağ kağıza böyük bir kitabxana rəsmi çəkdi. Sincaplar kitabxananın həyətinə çoxlu ağac tingi bastırdı. Tusbağa ağacların altında gözəl bir hovuz hördü. Böyük fil xortumunu fəvvarə elədi. Sehirli pəri isə dəyənəyini yelləyib bağçanı və pəncərələri al-əlvan çiçəklərlə bəzədi. Göyərçinlər dimdiklərində gətirdikləri göy qurşağını buludların yanına bərkitdi. İnal isə gözəl bir lövhə hazırlayıb göy qurşağından asdı. Səhəri gün balaca kitabxananın qarşısında çoxlu uşaq toplaşmışdı. Onlar İnaldan eşitdikləri nağıl dünyasına səyahət etmək üçün kitabxananın açılmağını gözləyirdi.